Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdafinlər. Hər vaxtınız xeyir olsun. Necəsiniz? Ümid edirəm yaxşısınızdır. Uzun bir aradan sonra yenidən YouTube izahımızla qarşınızdayım. Bu müddət ərzində bizim başımıza nələr gəldi, nələr müəlliminiz sizə biraz qibat versin. 24 may tarixində abituriyentlərin birinci qəbul imtahanını verdik. Daha sonra biz 24 iyun tarixində isə sertifikasiya imtahanını verdik. 5 iyul tarixində abituriyentlərin ikinci şans imtahanını verdik. Bugün isə 16 iyul tarixidir və bugün də MİQ imtahanımızdır. Və bu qısa zaman ərzində nələr baş verdi, nələr, biraz da bundan danışaq. Bu müddət ərzində bizim konspekt kitabımız hazırlandı və hal-hazırda çapdadır. Azərbaycan tarixi hazırdır, ümumi tariximiz isə çox yaxın günlərdə satışda olacaq. Kitabı əldə etmək üçün lövhədə gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Yəni 070 959 0200 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Kitabımızın üstünlükləri nələrdən ibarətdir? Ümumi 500 səhifədən artıq olan Azərbaycan tarixi mövzuları sizin üçün konspektləşdirilib və sadəcə 110 səhifənin içərisindədir. Həmçinin ümumi tarix mövzuları da sizin üçün konspektləşdirilib. Yəni hər iki tarix bir yerdə 200 səhifəlik bir kitab formasındadır. Bu kitab sizə nədə yardımcı olacaq? Oxumaqdan sıxılanlar ki, bunu eləməyin. Oxumaqdan sıxılanlar üçün, din topluda konkret olan hadisələr əlinin altında olmasını istəyənlər üçün, həmçinin konkret şəkildə konspekt yazmaq istəməyənlər üçün bu kitab olduqca əlverişlidir. Kitabların hər ikisində qiyməti münasibdir. Kitabı əldə etmək üçün dediyim kimi nömrə ilə əlaqə saxlaya bilərsiniz. Özüm sizə ətraflı məlumat verəcəm. Həmçinin çatdırılmamız da var. Həm Bakı ətrafı, həmçinin də bölgələrə poçt vasitəsilə çatdırılmamız var. Bu formada. Bundan əlavə bu müddət ərzində bizim TikTok hesabımız öz fəaliyyətinə başladı. Instagram adımız kimi eynən TikTok adımızı da yazaraq bizi TikTokda da izləyə bilərsiniz. Buralardan bir yerə TikTok adımızı yazaram. Oradan bizi də TikTokdan izləyə bilərsiniz. İndi isə gəlin, keçək biz ümumi bir dəfədə nəticələrimizdən danışaq. 24 may tarixində bizim 3 nəfər şagirdimiz 30-30 nəticə göstərdi. Daha sonrası bizim 29-28 yüksək nəticələrimiz oldu. Sertifikasiya imtahanında isə rekord göstəricimiz 60-dan 56 bal yığan bir müdavinimiz oldu. Həmçinin 60-dan 52-50 yığan müdavinlərimiz olmuşdu. Bundan əlavə 5 iyul tarixində də bizim 30-30 nəticələrimiz, həmçinin öz nəticəsini yüksək səviyyə daşıyan şagirdlərimiz oldu. Bugün isə dediyimiz kimi MİQ imtahanımızdır və burada müdavinlərimizə bol uğur şansı arzu edirəm. İnşallah müəllim adına qazanıb gələrsiniz. Bu qədər. Qiybatımızı qurtardıq, indi isə keçib dərsimizə. Bu günlərim sizinlə Böyük Monqol dövlətindən danışacağıq. Düşünürəm ki, yəni bu tətil ərzində biz sizinlə ümumi tarix kitabını yekunlaşdırıb, yerdə qalan mövzularsa Azərbaycan tarixini üstünlük verərik və yaxud da bir Azərbaycan tarixi mövzu kimi gedərik. Yəni bu gün isə Böyük Monqol dövlətindən danışmaq istədim. Niyə belə istədim? Bilmirəm. Yəni Böyük Monqol dövlətindən danışacağıq. Bugün Monqol dövlətindən danışmamışdan əvvəl Monqol tayfaları haqqında biz danışmalıyıq. Monqol tayfaları şərq xalqlarının mədəniyyətində Moğollar, Avropalılar isə Monqolların adlandırdığı həmin o xalqlar qədim Şuşanların varisləri hesab olunur. 12-13-cü yüzillikdən etibarən burada artıq yavaş-yavaş beləcə qəbilə icması dağılmağa başladı və yavaş-yavaş tayfalar meydana gəlməyə başladı və bu tayfaların meydana gəlməsi ilə Noyonlar və Bahadırlar meydana gəldi, yəni hərbi başçılar. Bəs dövlət necə yaranacaq? Dövlətin yaranması Temuçinin adı ilə bağlıdır. Adın Temu görüb elə bildim ki, Çindir. Temunun Çini əlaqəsi yoxdur, Monqollardır. Temuçinin hakimiyyətə gəlməsi ilə yaranacaq Böyük Monqol dövləti. Böyük Monqol dövləti yaranmamışdan əvvəl Temuçin Monqolların arasında olan çəkişmələrdən, daxili ziddiyyətlərdən istifadə edərək öz ətrafına öz güvəndiyi insanlar yığaraq yerdə qalan Monqol tayfalarını özünə tabe eləyəcək. Burada bir çox Monqol tayfalarımız var ki, bizim Temuçinin ətrafına yığılır və Temuçin bununla da öz ətrafına Monqolları yığaraq yeni bir dövlət yaradır. Dövlətin yarandığı isə 1206-cı ildə keçirilən 10-10 qurultayında bildirilir. 10-10 qurultayında belə desək ki, orada Temuçini Tanrının yer üzünə göndərdiyi Xaqan kimi adlandırırlar və bununla da Temuçin özünə Çingiz təxəllüsünü götürür və yeni bir dövlət olan Monqol dövlətini yaradır. Monqol dövlətinin yaranması nəinki Asiya üçün, həmçinin Avropa üçün, Qafqaz üçün də böyük nəticələrə gətirib çıxarır. Çünki geniş işğalçı müharibələr həyata keçiriblər. Çingiz hakimiyyətə gəldikdən sonra işğalçı güclərə başlamamışdan qabaq ölkə daxilində müəyyən islahatlar keçirəcək. O islahatların ümumi məcmusları nələr ibarətdir? Tayfa prinsipindən keçərək tayfa müxtəlifliyi prinsipinə keçəcək. Tayfa müxtəlifliyi prinsipi. Tayfa müxtəlifliyi prinsipinə keçməsi Teymurun ordusunun güclənməsinə gətirib çıxaracaq və bundan sonra güclü onluq sistemə malik olan Monqol ordusu meydana gələcək. Monqolların həmçinin belə desək ki, müharibələrdə uğurlarının ən böyük səbəblərindən biri onların mancınıqlardan istifadə etməsi və kəşfiyyat yürüyüşünü yaxşı şəkildə təşkil etmələrindən ibarətdir. İndi isə artıq ordunu, daxili ixtişaşları nəzərə aldıqdan sonra Çingiz xan ölkədə Böyük Yasa adında qanun toplusu verəcək. Böyük Yasanın içərisində
əmrlər, qaydalar və qanunlar öz əksini tapacaq. Çingiz xan öz hakimiyyətini gücləndirmək üçün sərt cəza tədbirlərindən də kənarda qalmayacaq və sərt cəza tədbirlər keçirərək onun hakimiyyətinə, onun qaydalarına tabe olmayanları sərt şəkildə cəzalandıracaq. Bundan əlavə artıq Çingiz xan dövlətin daxili nizama saldıqdan sonra başlayacaq Çingiz xan yürüyüşlərə. Çingiz xan 1207-ci ildə Monqolları öz ətrafına çəkdikdən sonra Sibir və Şərqi Gürcüstan üzərinə, Şərqi Türkistan üzərinə üzr istəyirəm, hücum eləyərək buraları da öz hakimiyyəti altına almışdı. Bundan sonra 1211-1215-ci illərdə o Çin üzərinə hücum edərək Şimali Çini ələ keçirmişdi. Şimali Çini ələ keçirdikdən sonra o Xarəzmşahlarla mübarizə aparmış. Xarəzmşahları süquta uğratdıqdan sonra Mərkəzi Asiyanın işğalını tamamilə başa çatdırmışdır. Çingiz xan hakimiyyət illərində 1220-1222-ci illərdə Cənubi və Subutanın başçılığı altında Qafqazda kəşfiyyat yürüşləri edilmişdi və burada artıq Qafqazın xəritəsi tamamilə çıxarılmış və yeni işğalçılıq möhkəmlənmək üçün bura bir şərait yaranmışdı. Çingiz xanın tarixdə göstərilir ki, bircə dənə səhvi olub, o da ölümündən əvvəlki olan vəsiyyətnaməsi. Ölümündən əvvəlki olan vəsiyyətnaməsində o ölkəni oğlanlar arasında 4 ulusa bölündüyünü, yəni 4 dənə vilayətə böldüyünü bildirib. Bu isə onun ölümündən sonra dövlətin zamanla parçalanmasına gətirib çıxaracaq. Çingiz xandan sonra isə biz Kubilay xanın dövrünə baxırıq. Kubilayın dövründə isə Cənubi Çin tabe ediləcək və dövlətin paytaxtı Pekin şəhərinə köçürüləcək. Monqol əsilli Yuan sülaləsi isə Çində hakimiyyətə gələcək. Bu hadisələrdən sonra artıq yavaş-yavaş Çin dövləti zəifləməyə başlayır və zamanla parçalanır. Bundan sonra yeni dövlətlər meydana gələcək. İndi isə biz sizinlə Monqolların növbəti ulusu olan Qızıl Ordu dövlətinin yaranmasından danışacağıq.